Salam, hörmətli dəyərli VIP maçlığı izləyicilərimiz. Bugün sizlərə maçlar qisməsində Vişnevka bağlarında, Vişnevka bir ərazisində 8 sütunun içində belə bir qəşəng 2 mərtəbəli 6 otaqlı ev tanış edirəm. Dəyərli izləyicilərimiz, hal-hazırda evimizin həyətindəyik. Gördüyünüz kimi həyətin bu hissəsində belə bir qəşəng böyük bisikletası mövcuddur. Sağ hissədə isə müxtəlif meyvə ağaclarıdır. Öz böyük bar verən meyvə ağaclarıdır. Kommunal daimidir. Evdə evin bəzi təmir işləri qalıb. İndi keçəcəm evlə tanış edəcəm dəyərli izləyicilər. Evimizin qarajda mövcuddur. Sizə hamısını təqdim edəcəm. Qalxaq evin otaqlarına. Sağ hissəni göstərim sizə. Bütövlükdə ağaclıqdır, meyvə ağaclarıdır. Keçəm indi evin birinci mərtəbəsini tanış edirəm. Hörmətli izləyicilər, bura evimizin birinci mərtəbəsidir. Birinci mərtəbə və ikinci mərtəbə isti poldur, isti sistem olaraq. Birinci mərtəbənin sağ tərəfdə belə bir mətbəxidir. Evimizin bəzi təmir işləri qalıb. Ev bu vəziyyətdə satılır. Burada belə bir pilləkəni də dəyərli ev sahibi bağlayıb ki, ikinci mərtəbəyə, yəni qalxmaq üçün pilləkən və həyətdən də giriş var ikinci mərtəbə. Buraya isə dəyərli izləyicilərimiz evimizin sanitar qovşağıdır. Gördüyünüz kimi buradan da var. Sol hissədə yerləşir belə bir böyük qonaq otağı. Dəyərli izləyicilər. Burada böyük qonaq otağıdır. Bu da çox belə geniş bir qarajdır. Birinci mərtəbəyə aiddir. Deməli, gördüyünüz kimi çox belə böyük bir qarajdır. Buranı otaq da etmək mümkündür. Rahatlıqla qarajda istifadə kimi olunsa 2 maşın, 3 maşın rahatlıqla saxlamaq olar burada. Burada evin belə bir otaqdır. Düzəldiblər. Kombixanası falan hamısı buradadır. Keçək indi evin ikinci mərtəbəsinə. Evin təmir işlərinin bir balaca ehtiyac var. Amma yerləşmə yerinə söz ola bilməz. Həyət də maşallah çox gözəl həyətdir. Qalxıram ikinci mərtəbəyə. Bura evimizin ikinci mərtəbəsidir. Koridorudur. Sağda belə bir otaqdır. Mətbəx kimi istifadə etmək olar. Bura belə bir böyük qonaq otağıdır. Sağda belə bir kiçik yataq otağıdır. Burada da belə bir böyük yataq otağıdır. Bu hissədə isə evin həm qardırobu, sanitar qovşağı, hamamı yerləşir. Son olaraqsa burada digər böyük bir yataq otağıdır. Deməli, yuxarı mərtəbədə 4 otaq, bir mətbəxdir. Dəyərli izləyicilərimiz, evimizin sənədi gəldiniz. Görürüz, bu həyətimizin sənədi kopçada çıxarışdır. Qiyməti isə 170.000 manat start olaraq deyilir. Bu vəziyyətdə satışdadır. Əlaqə nömrəmiz aşağıda qeyd olunub. Bu və digərlərlə tanışlanmaq istəsəniz səhifəmizdə keçirib baxa bilərsiniz. Bizi izləməyi unutmayın. Sağ olun.